lazımdır. Yəni bu ikisinin fərqi nədir? Sadə və mürəkkəb faiz artım düsturu nə deməkdir? Yəni bunların niyə biri sadə faiz artım düsturudur, niyə biri mürəkkəb faiz artım düsturudur? Sadə və mürəkkəb faiz artım düsturu. Bax, sadə və mürəkkəb faiz artım düsturu nə deməkdir? Tutaq ki, belə deyək. Mənim 1000 manat pulum var. Mən bunu banka qoyuram. Bank mənə deyir ki, hər il sənə banka qoyduğun pulun 20% qədər gəlir verəcəm. 2 ilə mən nə qədər pul götürəcəm bankdan 2 il sonra? Məsələn, mənə deyir ki, hər il qoyduğun məbləğin 20% qədər. Deməli, mən birinci aparam ki, mənə hər il bu nə qədər gəlir gətirəcək? 200 manat. Onda 2 ilə də deməli 400, 1000-in üstünə gəlirəm 400-ü, deməli 2 il sonra 1400 olacaq. İndi bir də var ki, başqa bank mənə deyir ki, 1000 manat qoyursan, hər il əvvəlki ilin 20% qədər qazanc verirəm sənə. Bir deyir ki, nə qoysan onun 20%-ni verəcəm. Bu birisi deyir ki, hər il əvvəlkinin 20% qədər qazanc verirəm. Mən illik hesablayıram, tutaq ki, pulumu. Bu il qoyduğu, ilin axırı hesablayıram ki, sənin məndə nə qədər pulun var, onun. Bəli, deməli birinci 1000-in üzərinə gəlirik, 1000-in 20%-ni. 1200. Mənim birinci ilin axırında 1200 manat pulum var. Bank ikinci il başlayanda mənim adıma baxır, deyir, bunun 1200 var. Ona görə 1200-ün üzərinə 1200-ün 20%-ni əlavə edir. Bu da 144 manat deməkdir. 144 terimi tərs. 240 manat. Eləyir 1440. İndi bunların bir-birinə fərqi oldu da. Biri deyir ki, ilkin qoyduğun məbləğin 20%-ni verirəm. Biri deyir ki, hər il özündən əvvəlki ilin 20%-ni verirəm. Bunun birincisi sadə faiz artımı sayılır. İkincisi isə adlanır mürəkkəb faiz artımı. Bəli. Ona görə də sadə faiz artım düsturu belədir. S bərabərdir, burada Sn. S0 vurulsun 1 üstəgəl P vur N böl 100. Burada minus da olur. Yəni, məsələn, maşın almışam, hər il öz dəyərinin 10%-ni itirir. Yəni, ilkin dəyərin 10%-i itirir. Məsələn, 10 minlikdir, gələn bu olur artıq 9900. Yəni, hər il. Bir də var deyir ki, hər il özündən əvvəlkinin 10% qədər dəyər itirir. Bu mürəkkəb olur artıq. Məsələn, birinci il 100 manat dəyər itirirsə, ikinci il 9900-ün 10%-i qədər dəyərini itirir. Aydınmı? Yəni, əvvəlkinin yox. Deməli, Sn bərabərdir, S0 vurulsun, 1 üstəgəl P vurulsun N. Bu sadə faiz artım düsturudur. Sn bərabərdir, S0 vurulsun, 1 üstəgəl P'də 100 üstü N. Bunlarda yedirəm, itirirsə dəyər minusdur, dəyər əlavə olunursa üzərinə plusdur. Ona görə kitablarda bəzən plus minusdan yazılır. Burada nədir? S0 ilkin məbləğdir. İlkin məbləğ. P faiz dərəcəsidir, yəni faizi göstərir. N-də müddəti göstərir. Hər ikisində elədir, yəni. İndi baxın, birincide bizə nə deyirdi? Birincide deyir ki, 1000 manatı qoyursan, hər il əvvəlkinin 20%-ni verir. Bu sadə faiz artım düsturudur. P 20% idi, müddət 2 il idi, ilkin məbləğdə 1000 manat idi. Gətirib bu düsturla, yəni onu sadə hesablaya bildik də, bu düsturla da hesablaya bilərdik. Bax, buradakını. S2, yəni 2 il sonra məbləğ 1000 vurulsun, 1 üstəgəl %20 vur 2. 1000 vurulsun. Bu eləyir 0,4, yəni 1,4. Bu da eləyir nə qədər? 1400. Bayaq da hesablamışdıq, 1400 almışdıq. Yəni, bunları belə primitiv hesablama olur onsuz da. Və bizə burada 3 il, 5 ili soruşmur. O 3 il, 5 ili birincidən hesablamaq olsa rahatdır. Amma ikincidə biz o 5 ili dalbadal hesablayanda ədəd çox belə qarışır. Düstur da heç rahat olmur. Sən o kəsrib 5-ci dərəcədən qüvvətə yüksətməyin var. Yox, fərqi yoxdur. Elə də eləyə bilərsən, belə də eləyə bilərsən. Məsələn, bu birisi tutaq ki, 3 illik pulumu qoymusan banka. Bu məsələ var ha. Bu 2 illik olmasın, 3 illik olsun. Hər il əvvəlkinin 20%-i qədər pul verir.
bunu mürəkkəb faiz artım düsturu ilə hesablayaq. Deməli, ilkin məbləğ 1000 manatdır. Faiz dərəcəsi 20%-dir. Müddət 3 illikdir. Və hər il özündən əvvəlkinin 20%-ni verdiyi üçün bu mürəkkəb faiz artım düsturu olduğunu başa düşməlidir şagird. 1000 vurulsun 1 üstəgəl %20'nin üstü 3. Yəni 1000 vurulsun 1/2'nin kubu. Və yaxud da ki, bayaq olacaqdı 1/2'nin kvadratı 2 il olanda. 1/2'nin kvadratı nə qədər edirdi? 1,44. Onu da 100'ə vuranda onsuz da mən bayaq silində burada 1440 idi. İndi artıq kubudur deyənə bunun kubu vurub hesablamalıyıq ki, nə qədər edir? Deməli 1,44'ü vurduq 1/2'yə. Elədir 1,728. Yəni onu da 1000'ə vuranda bu qədər. Yəni sadə və mürəkkəb faiz artım düsturunun fərqi bundan ibarətdir.